Salam əziz dəyərli dinləyicilər, İş Bilən verilişi efirdədir və bu həftə çox belə yaxşı başlamışıq. Artıq ikinci gündür və 2 gündür çox maraqlı bir mövzularımız və maraqlı bir qonaqlarımız var. Aynur bəyləri də soruşanlara deyim ki, Aynur bəylər biraz soyuqluyub, bizim digər həmkarımız, aparıcımız. İnşallah Allah şəfa versin Aynur, yerin görünür, tezliklə gözləyirik və biz artıq istəyirəm ki, qonağın təqdimatını edim. Biz anons paylaşmışıq öz Instagram səhifəmizdə. Dinləyicilərin sualları da var. Çünki hər kəs ingilis dilinə maraqlıdır. Bizim dönəmdə ola bilər biraz maraq göstərmirdi, amma yeni nəsil ingilis dili üzrə rəqabət aparırlar. Kim daha yaxşı bilir ingilis dilini və əvvəllər xaricdə təhsil almaq istəyənlər az idisə, indi xaricdə təhsil almaq istəyənlərin sayı günü-gündən artır və mən istəyirəm ki, qonağımızı təqdim edim. Bizim çox dəyərli bir qonağımız var, dəyərli dinləyicilərimiz. Qonağı təqdim etməmişdən öncə efir nömrəmizi bir xatırladım. 055 203 11 03 bizim WhatsApp nömrəmizi. Suallarınız varsa yazıb göndərin. Biz də sevə-sevə suallarınızı təqdim edək. Bizim qonağımız Jalə Bəhrəmovadır. Shein Akademiyanın direktorudur. Change the World layihəsi ölkə üzrə təmsilçisidir. Uğurları çoxdur. IELTS SAT müəllimidir. Jalə xanım, xoş gəlib, səfa gətirmisiniz. Maşallah, bu gənc yaşınızda bu qədər uğurlar, həm tələbələr baxımından olsun, istər şəxsi karyeranızda olsun, uğurlarınız var. Mən istəyirəm ki, bugün biz Jalə xanımı daha yaxından tanıyaq, dinləyicilərimiz tanısın. Ümumiyyətlə, Shein Akademiya ilə bağlı bir məlumat verərdiniz. Dərslər necə keçilir, niyə məhz adı da fərqlidir? Səhv etmirəmsə bu İrlandiya adına, hə? UK based məktəbdir. Deyirəm də, biraz İngiliz orta məktəbdə yaxşı olmuşam, məlumatım var. Sizin dilinizdən daha ətraflı eşidək. Hər kəsi salamlayıram və ümidvaram ki, bir saat hər kəsi maraqlı və faydalı keçəcək. Mən Jalə Bəhrəmova, Shein English School-un təsisçi direktoruyam və Shein dünyada mövcud olan, dünyanın 15 ölkəsində fəaliyyət göstərən məktəbdir və biz pre-schooldan 12-ci sinifə qədər məktəbimiz var dünya üzrə. Baş ofisimiz Tayvanda və eyni zamanda UK-dədir və daha çox da Asiya ərazisində daha geniş yayılmış 3000-ə yaxın məktəb bazası olan məktəb kimi fəaliyyət göstərirəm. Azərbaycanda isə sırf xarici təhsil və beynəlxalq layihələrə inkişaf mərkəziyik və burada əsas məqsədimiz tələbələri beynəlxalq imtahanlara hazırlaşdırmaq, ingilis dilini öyrətmək və eyni zamanda onların xarici təhsil xəyalını gerçəkləşdirmək və ən əsasda bayaq qeyd etdiyiniz kimi biz gənc diplomatları hazırlayırıq. Mən özüm BMT-nin dayanıqlı inkişaf layihəsi çərçivəsində fəaliyyət göstərən və dünyada gənclər arasında diplomatiyanı təbliğ edən Change the World layihəsinin Azərbaycanda və regionda, Mərkəzi Asiyada və Qafqazda ölkə təmsilçisiyəm. Artıq 6 ildir ki, bu yolda dayanmadan çalışıram və mübarizə aparıram. Əsas məqsədim Azərbaycan gənclərini qlobala daşımaq və Azərbaycanı layiqincə təmsil etməkdir. Və məhz bu layihə çərçivəsində də biz hər il dünyanın fərqli ölkələrində BMT-nin baş ofislərində ölkəmizi təmsil edirik və növbəti həftədə bizi böyük bir səfər gözləyir. Fevral ayının 1-dən 8-nə qədər İtaliya səfərimiz var və FAO-nun baş ofisində komanda olaraq yarışa hazırlaşırıq. Nə yarışı? Tam ətraflı danışaq, mən maraqlı gəldi. Diplomatiya yarışıdır. Bəli. Yarışın əsas məqsədi gənclər arasında diplomatiyanı təbliğ etmək, public speaking-i təbliğ etmək və eyni zamanda dünyada gənclər üçün diplomatiya sahəsində mövcud olan qlobal imkanları verməkdir. Və ən əsas da burada mən düşünürəm ki, bu layihənin ən əsas müsbət tərəfi gənclərə ingilis dilini öyrənməyə bir səbəb verir və artıq onlar ingilis dilini daha kiçik məqsədlər üçün yox, böyük məqsədlər üçün. Çünki biz böyük auditoriya qarşısında ölkəmizi təmsil edirik. Azərbaycan, bir gənc olaraq Azərbaycanın səsi olmağa çalışırıq və məhz bunu da gənclərimizə təbliğ edirik. Və missiyamız budur. Əsas missiyamız ölkəmizi düzgün təmsil etməkdir və Azərbaycan gənclərinin həqiqətən də potensialını dünyaya sübut etməkdir və inşallah mart ayında isə bizim New York səfərimiz var və BMT-nin baş ofisində yenə də komanda olaraq ölkəmizi 4-cü dəfə qürurla təmsil edəcək və düşünürəm ki, bu da bizim üçün uğurlu və fərqli səfərlərdən biri olacaq. Jalə xanım, maşallah danışdınız, amma çox çətin bir sahə olduğunu mən dərk elədim. Bu işdə sizə uğurlar arzu edirəm, həm tələbələrinizə. Kimlər belə iştirak edə bilər? Sırf sizin akademiyanın tələbələri olmalıdır, yoxsa kənardan ingilisini yaxşı bilən insanlar da müraciət edə bilər? Xeyr, bu layihə hər kəsə açıqdır. Bu layihənin üstün tərəfi ondan ibarətdir ki, layihə hər dəfə ölkə üzrə ekskluzivdir.
eksklüziv təmsilçilər seçir və bu təmsilçilər sizə bu layihədə iştirakınızı təmin edir. İstənilən dövlət, özəl, hər bir məktəbdə Azərbaycanlı olan hər bir şəxs 12 yaşdan etibarən, yəni 11 yaşda olur, bəzən istisnalar olur. 12 yaş üzəri və 24 yaşa qədər olan hər kəs bu layihədə iştirak edə bilir. Düzdür, son zamanlar biz bəzən yanlış layihələrin insanlara təbliğ olunduğunu görürük. Bununla bağlı sualım var idi sizə də, buyurun. Təbliğ olunduğunu görürük. Bəzən 26 yaş, 30 neçə yaşlı insanlar da bu tipli yarışlara qoşulur. Mən öz təcrübəmi deyirəm. Mən düşünürəm ki, bu layihə daha çox gəncləri hədəfləyən bir layihədir və bu layihədə əsas məqsəd gənclərə türklərin dediyi bir alan verirdik ki, onlar özlərini ictimai şəkildə böyük ictimaiyyət qarşısında, böyük bir kütlə qarşısında ifadə etsinlər və buradan geri dönüş aslında networking və yaxud da ki, yeni bir şey öyrənmək. Mən amma düşünürəm ki, bir debat yarışına qoşulan 32 yaşlı müəllimə və yaxud da ki, böyük bir adam bu yarışdan nə qazana bilər? Amma bir gənc qazana bilər və bu məsələdə də mən valideynlərimizi, bizi dinləyən insanları da bu məsələdə ayıq olmağa çağırıram. Bəzən sosial media üzərindən də mən bu çağırışları edirəm. Övladlarınızı göndərdiyiniz layihələri araşdırın. Sizə hər dəfə BMT adı ilə təbliğ olunan hər bir layihə real layihə deyil. Hər hansısa BMT-nin binasına təşkil olunan turlar BMT layihəsi hesab olunmur. Bilirsiniz ki, BMT-nin binaları zaten bir muzey olaraq, turistik bir ərazi olaraq da vizitorlara açıqdır və siz rezervasiyada keçib ziyarətçilərə açıqdır və biz turist olaraq da gedib o binanı gəzə bilərik. Amma bu demək deyil ki, sizin övladınız getdi BMT layihəsində iştirak elədi və bu layihənin iştirakçısı oldu. Bu sadəcə olaraq valideynlər üçün qurulmuş bir tələdir. Və hətta izləyirəm də, yəni heç bir material paylaşılmır, sübut olunmur ki, bu uşaq hara getdi, necə getdi. Əgər şəffaflıq istəyirsinizsə, araşdırın ki, bu layihə necə yaranıb, bunun tarixini araşdırın. Bu layihə sizə nə üstünlük versin, övladınız bu layihədə iştirak etdikdən sonra nələr qazanacaq. Change the World-ün ən mühüm üstünlüyü ondan ibarət ki, artıq dünyada 25 ildir fəaliyyət göstərir və bizim artıq akademiyamız var və akademiyanın əsas məqsədi gənclərə public speaking dərslərini təbliğ edir, diplomatiya dərsləri və dünyanın məşhur siyasətçiləri sizin övladınızın mentoru olur və onlara diplomatiya sahəsində karyera qurmaq, təcrübə proqramlarında iştirak etmək, BMT-nin üst və alt qurumlarında işləmək və təcrübə, internship keçmək və daha sonrasında grant layihələrini hazırlamaq kimi üstünlüklər sunur. Siz bunu araşdırmalısınız ki, sizin övladınızı aparan, sizə bu günlərim saxta BMT adında təbliğ olunan bu layihələr bunu edirmi, yoxsa yox? Çünki hər kəs bu günlərim MUN-ləri çox düzgün şəkildə olmayaraq PR edir və valideynləri aldadır. Amma bu işdə dürüst olmaq çox önəmli bir şeydir. Bu bir gəncin həyatıdır. Burada həm maliyyə tələb olunur. Çünki bu layihələr private, yəni şəxsi olaraq valideynlər tərəfindən maliyyələşdirir. Əgər valideyni yönləndirirsə, düzgün şəkildə yönləndirin ki, insanlar maliyyəsini yanlış yerə investisiya etməsin. Və eyni zamanda da bu gənc oradan nə qazanacaq? Yəni bu həqiqətənmi bir qlobal networking bir hissəsinə çevrilirmi? Həqiqətənmi o auditoriya qarşısında ölkəmizi təmsil edirmi? Və ən əsası bu yarış ölkə adını təmsil edir. Biz Azərbaycanı təmsil edirik. Bizim təmsilçilərimiz gənclərimizdir və biz bunu o qədər düzgün şəkildə ingilis dilini bilmədən və yaxud da onları hazırlaşdırmadan uşaqları yarışa nə dərəcədə aparırsınız? Bunu necə yarış şəklində təbliğ edirsiniz? Gəzmək üçün aparırlar yəqin. Yəni mən bu şeylərə çox aqressivəm. Bəlkə də bu günlər dinləyicilər məni çox pafoslu danışdığımı deyə bilər, amma bunu mən artıq illərdir ki, təcrübəmdə yaşayıram. Mən yarış adında gedirik, uşaqlar gedir və bilmirlər ki, format nədir, position paper nədir, resolution nədir, nə bilim motion qaldırmaq nədir. Bu yarışın da stageləri var da. Yəni aparan müəllimin özü belə bilmir ki, bu uşaqlar nədən danışır, necə danışır. Yəni insan necə qeyri-professional şəkildə bir insanın uşağına bələdçi ola bilər? Müəllim nədir? Müəllimlər mentorlardır. Müəllim elə bir obrazdır ki, siz uşağın həyatını rol modelisiniz. Bir müəllim hər bir insanın həyatını quran, istər bizim ibtidai sinif müəllimimiz, istər indi hal-hazırda biz tutorlar, əlavə kurslar, bu o dərəcədə düzgün şəkildə formalaşmalıdır ki, biz o yolda onların əsas motivasiyası olmalıyıq, onları düzgün yönləndirən şəxslər olmalıyıq ki, onlar getdiyi mühitdən nəsə ala bilsinlər və biz onlara beyinlərinə yeritməliyik, Azərbaycanlı olmaq, Azərbaycan gəncinin olması
yəni o zalın nə qədər əzəmətli olması, onların bu yaşlarında o auditoriyanın qarşısında geyinib çıxış etmələri belə böyük bir qürur verici bir prosesdir. Hətta hər dəfə mən tələbələrimə deyirəm ki, sizin 4 gün ərzində geyindiyiniz o kostyum, o qalstuk sizi gələcəyə hazırlayır. Sizin çiynlərinizə bir məsuliyyət qoyur ki, siz bir Azərbaycanlısınız, siz ölkənizin səsi olacaqsınız. İstər təhsil sahəsində, elm sahəsində, müxtəlif sahədə ölkənizi təmsil edəcəksiniz. Amma təəssüflər olsun ki, bu gün mən özüm də xarici təhsil sahəsindəyəm, amma xarici təhsil sahəsində çox yanlış bir PR gedir. İnsanların hədəfləri və məqsədləri başqadır. Amma təhsil sektorunda çalışan insanların hədəfi bir olmalıdır, dəyər yaratmaq, Azərbaycanda potensiallı gənclər yaratmaq. Xarici təhsil çox kutsal bir işdir, mən həmişə deyirəm. Niyə? Çünki siz Azərbaycanı ölkə xaricində təmsil edəcək gənc təbliğ edirsiniz, hazırlayırsınız. Siz ona güclü ingilis dili verməlisiniz. Siz onu elə təbliğ etməlisiniz ki, sən ölkən... Bizim niyə dövlət proqramımız var? Dövlət proqramımızın məqsədi nədir? Azərbaycan lobbiçilik siyasəti. Biz o gəncləri niyə xaricdə oxutdururuq? Onlar elm sahəsində uğur qazansınlar. Bəli. Və bizi Azərbaycanlı olaraq təmsil etsinlər. Və bu günlərim xarici təhsil şirkətləri attestatla, aşağı kateqoriyalı, sıfır ingiliscəsi olan uşaqları xarici təhsil almağa yönləndirir. Bu bir vətəndaş olaraq mən düşünürəm ki, ölkə adına olan xəyanətdir. Azərbaycanlığa olan ən böyük xəyanətdir ki, biz gəncləri düzgün yönəltmirik. Sıfır ingilis dilə. Bizim tələbəmiz gedir, xaricdə oxuyur, oxuya bilmir, drop out edir, universiteti buraxır, geri qayıdır və bu bizim üçün də nüfuzumuza çox zərərlidir. Niyə qoyun biz potensiallı gənclərə dəstək olaq. Hər kəs xaricdə təhsil alacaq deyə bir qayda yoxdur. Əgər mən yaxşı mentoramsa, mən təklif edərəm ki, yaxşı saç ustası olsun. Mən onu yönləndirərəm ki, get ekstra kurs. İnsanlar ödəniş verib imtahan nəticəsində bacarığına əsasən, istedadına əsasən bəli, yəni insanlara yəni ali təhsil alacaq deyə bir şey yoxdur. Yəni insanları daha düzgün yönləndirmək lazım və xaricə göndərilən Azərbaycan sərhədlərini gezən hər bir gənc o dərəcədə psixoloji olaraq, mənəvi olaraq bir mentor tərəfindən, bir müəllim tərəfindən o qədər öyrədilməlidir ki, və çox maraqlıdır, özləri xaricdə təhsil almayan, təcrübəsi olmayan insanlara mentorluq edirlər, insanlara təlim verirlər, insanlara konsultasiya verirlər və valideynlərimizin də səhvi var. Valideynlərimiz də bu məsələdə araşdırmırlar, bəli, araşdırmalıdırlar. Mən şəxsən valideyn olaraq, mənim üçün bu çox həssas bir mövzudur. Diplom tələb eləməlidir. Kim ingilis dilini bilir, bugün kurslarda müəllim işləyir. Bəzən sual verirəm. Niyə valideyn bu müəlliməni seçdi? 8-5 ay ilçi var. Mən sual verirəm. Mən sizin övladınızı hazırlaşdırıram. Sizin övladınız 8-5 ay ilçidir. Onda sizin övladınız yaxşı IELTS müəlliməsidir. Bu düzgün deyil axı. Müəllimliyin metodikası var. Müəllimliyin dərəcəsi var. Dilin keçirmə metodikası var. Mən 18 ildir oxuyuram. Yenə də özümü yetərsiz hesab edirəm və bu dəqiqə mən Neuro Language Coaching oxuyuram. Amma mən öz sahəmdə TEFL, TESOL, CELTA, Delta bildiyiniz bütün dərəcələrim var. Amma mən yenə də düşünürəm ki, mən yetərsizəm. Bu günlərim dövr dəyişir, AI dövrüdür. Artıq coaching yeni bir metod gəlir. Mən bir mütəxəssis olaraq düşünürəm ki, coaching sahəsi ilə necə mən ingilis dili öyrənə bilməyən insanlara mentor ola bilərəm və onların bu bariyerini keçə bilərəm. Amma çox təəssüf ki, bu gün yanaşma fərqlidir və dil öyrətmədə də insanlar dili niyə yarımçıq qoyurlar? Çünki düzgün insanlarla göndərilirlər. Uşaqlarımız niyə gedib xarici təhsildə uğurlu olmurlar? Çünki yanlış insanlara və yanlış mentorlara rast gəlirlər. Jalə xanım, çox üzr istəyirəm, sözünüzü kəsməli oluram deyir. Balla sözünüzü kəsmə. Reklamlara ayrılmalıyıq. Dəyərli dinləyicilər, Jalə xanım həqiqətən də çox maraqlı və məntiqli danışdı. Bunun danışmanın əsas səbəbləri vardı, amma siz xaricdə təhsil almaq istəyirsinizsə, sizin üçün qızıl bir nömrə deyəcəm, bir akademiya deyəcəm ki, orada elə bir müəllimlər var ki, savadlı, işçinin peşəkarlarıdır və uşaqlarınız tam olaraq əminli əllərdə olacaqlar, dəyərli dinləyicilərimiz. Biz isə reklamlara ayrılaq. Reklamlardan sonrası bizim nə mövzularımız var? Jalə xanım bugün ürəyi doludur. Hər mövzudan danışacağıq. 055 203 1103 bizim WhatsApp nömrəmizdir. Xəzər Radiosunda reklam vaxtı. Çindən avtomobil gətirmək heç bu qədər asan olmamışdı. Kain Cars'la siz xəyalınızdakı avtomobilə ən sərfəli qiymətlərlə sahib ola bilərsiniz. Şirkətimiz sifarişləri tam rəsmi müqavilə ilə həyata keçirir. Ekspres çatdırılmamızla zamana qənaət edirsiniz. Söz verdiyimiz vaxtda avtomobil sizə təhvil verilir. Həmçinin Çindən Azərbaycana avtomobil daşıma xidmətimizdən faydalana bilərsiniz. Telefon 050 881 66 77 050 559 36 38. Instagram Kain Cars AS. Xəzər Radiosunda reklam vaxtı.
Sen benim ömrüme geldin, senle bir hayat değişti. Ürək eşkindən yanarak, yani benden alarak, seni geç tapsam da bizi sevgi değişti. Bütün her şey üzerime gelsen, ya koca dünya tersine dönsen, ayrılabilmem senden sevgi şahidim. Çırpınır yüreğim senle nedensen, ah ömrümün her şeyi sensen. Sevirem seni bil ki sevgili sahibim. Ben üfüqdən gələn eşqəm, sen ömürlük sahibim. Mənə sevgi ümid olmuş, seni yazmış taleyim. Işık oldun qəlbimə, derman oldun dərdimə. Seni gözləyirmiş ürək, sən deməm. Ben üfüqdən gələn eşqəm, sen ömürlük sahibim. Mənə sevgi ümid olmuş, seni yazmış taleyim. Işık oldun kalbime, derman oldun derdime. Seni gözləyirmiş ürək, sen demə. Sen benim gönlüme taçsan, açsa kucak sevgine kaçsam. Ürek olsun senle uşak, uzak olsan gel kavuşak. Yalan dünya eşkle dolar, kalbimi açsam. Bütün her şey üzerime gelsen, ya koca dünya tersine dönsen, ayrılabilmem senden sevgi şahidim. Çırpınır yüreğim senle nedensen, ah ömrümün her şey. Değerli dinləyicilər, biz yenidən davam edirik. Aygün xanımın üfüq mahnısını necə dedi? Deyir ki, ürəyim də yanar sənsiz, bizim də ürəyimiz də yanar sizsiz. Ona görə də bizim o qədər maraqlı söhbətlərimiz var ki, değerli Jailə xanımlar. Amma söhbətlərə yenidən qayıdacağıq. Mən istəyirəm ki, sponsorlarımıza qısa bir təşəkkürümü edim. Daha sonrası yenidən sizinlə həm söhbət olacağıq. Değerli dinləyicilərimiz, baş sponsorumuz Kayin Kars'dır. Kim ki deyir benzinə pul çatdırmıram, maşını mənim yarı yolda qoyur və yaxud da yeni bir maşın almaq istəyirəm və seçim qarşınızda qalmısınızsa mütləq şəkildə hal-hazırda dünyaya meydan oxuyan Çin maşınları seçimimiz olsun və tam güvənli bir şirkət axtarırsa bizim baş sponsorumuz Kayin Kars sizin seçiminiz olar. Şiddətlə tövsiyə edirəm değerli dinləyicilərimiz. Digər şirkətlərdən nə ilə fərqlər deyə sual versəniz, əsas fərqləndirən cəhətlərdən biri bundan ibarətdir ki, tam rəsmi müqavilə ilə həyata hər şey keçirilir. Söz verdikləri vaxtda maşın sizə təhvili verir. Hər hansı bir proses olsun, ümumiyyətlə bir digər proseslər olmur. Hər şey müsbət dərəcədə Kayin Kars'da gedişatındadır değerli dinləyicilərimiz. Ekspres çatdırma ilə isə siz zamana və vaxta qənaət etmiş olursunuz. Əgər yenə deyirəm, sərfəli maşın axtarışındasınızsa seçiminiz Kayin Kars olsun. Değerli dinləyicilərimiz 050 559 36 38 Kayin Kars'ın əlaqə nömrəsidir. Bizim daha doğrusu Kayin Kars'ın mən ünvanını söyleyeyim. Babək Prospekti Hyundai Auto Plaza Mall. Sabah isə Kenan Bey bizim qonağımızdır. Kayin Kars sabah gözəl bir sualda hazır və gözəl hədiyyələr də var değerli dinləyicilərimiz. Odur ki, sabah bizi dinləməyi unutmayın və Viktorinanın qalibi görək kim olacaq. Mən isə dəyərli Jailə xanımdan həm söhbət olmaq istəyirəm. O qədər maraqlı danışır ki, insan sözü də kəsmək istəmir. Həqiqətən də haqqı deyirsiniz və hər kəs haqqı da deyə bilər, amma o qədər səlis, məntiqli cümlələr qurursunuz ki, mən belə sadəcə bugün elə bildim ki, bir auditoriyadayam, bir müəllim, bir pedaqoq danışır. Mən də sizi dinləyirəm. Çox dərin təşəkkürümü bildirirəm ki, bu cür yanaşdığınız üçün. Artıq dinləyicilərimizin sualları var idi ki, xaricdə təhsil almaqla bağlı. Tural da buradadırsa bizim videoqrafımız. Mən həmin sualı səsləndirim o zaman.
Bir çox xaricdə təhsilə bağlı bir çox fərziyyələr var. Kim ki deyir ki 10-cu sinifdən hazırlaş, kim deyir 9-cu sinifdən hazırlaş, kimsə deyir ki müəyyən bir müddət ərzində, hətta elə kurslar var ki, belə bir paylaşımlar edirlər ki 3-8 ay ərzində istədiyiniz IELTS-dan nəticə əldə edə bilərsiniz. Ümumiyyətlə bizim dəyərli Jalə xanım illərdir bu sayda təcrübəsi, 18 il təcrübəsi olan Jalə xanım nə deyir? Xaricdə təhsil almaq üçün neçə müddətə biz hazırlaşmalıyıq? Ümumiyyətlə neçə yaşdan başlamaq lazımdır? Dəyərli Jalə xanımdan bu sualın cavabını almamışdan öncə mən bir daha Şeyin Akademiyanın əlaqə nömrəsini səsləndirim. 050 497 04 33 xaricdə təhsil almaq istəyənlərin seçimidir Şeyin Akademiya və bu nömrə qızıl bir nömrə. Nə vaxt lazım olsa bir kəlmə yığa bilərsiniz. 050 497 04 33. Dəyərli Jalə xanım, buyurun sizin cavabınızı alım. Çünki fərziyyələr çoxdur, şayiələr çoxdur, amma bu şayiələrə bugün sizinlə bərabər son qoymaq istəyirəm. Əslə qala artıq ingilis dilinin öyrənmə yaşı daha gəncdir. Hətta bizim məktəb proqramımızda da tələbələr 1-ci sinifdən başlayaraq ingilis dili öyrənirlər və bu indiki tendensiyada üstünlük ondan ibarətdir ki, artıq bizim yaş dövrümüzdə biz ingilis dilini daha səlqəsiz şəkildə öyrənirdik və daha sistemsiz şəkildə öyrənirdik, amma bu artıq bu daha sistemlidir. Sizin uşağınız 6 yaşdan etibarən Cambridge imtahanı formatında hazırlığa başlaya bilər və siz sual verə bilərsiniz ki, Cambridge imtahanının üstünlüyü nədir? Artıq bu o demək ki, sizin övladınız 4 section üzrə hazırlaşmağa başlayır. Bilirsiniz ki, bütün dillərin öyrənmə prosesində reading, listening, writing və speaking sectionları və bacarıqları çox önəmlidir və biz hansı imtahan verməyimizdən asılı olmayaraq biz bu 4 bacarığımız üzrə imtahan veririk. Və Cambridge imtahanının üstünlüyü odur ki, artıq siz erkən yaşlarınızdan bu prosesə başlayırsınız. Və siz starter, mover, flyer, paid, cat və s. kimi səviyyələrə qədər, ən yüksək səviyyəyə qədər gəlirsiniz və artıq mənim təcrübəmdə göstərir ki, bu prosesdə hazırlaşan tələbələrimiz daha effektiv nəticə alırlar və bu tələbələrdən 1 aya, hətta 2 ayada nəticə əldə etmək olar. Bəzən kurslarda wow şəkildə paylaşılır. Ay 1 aya 8 yığdıq, 2 aya 8 yığdıq. Bəzən mənim valideynlərim aldığı feedback odur ki, təbii ki, mən də 8 yığdıram, 8-5 alanda. Mən uşağı həmişə tərifləyən tərəf oluram və valideyni tərifləyirəm. Daha sonra mən də düzgün bir mentor oldum. Və mən həmişə demişəm ki, 8 və 8-5-də müəllimin rolu 30-dur, tələbənin və onu düzgün yönləndirən valideynin rolu 70%-dir. Bu yaxınlarda da bir tələbəmiz bir ailədən 2 uşaq nəticə yığdı, 8-5, bacı qardaş idi. Yəni mən onları 1 aylıq bir müəllim kimi, düzdür, illərdə tanıdığım bir ailənin uşaqlarıdır, yaxın rəfiqəmin övladlarıdır və bunun səbəbi bu uşaq zaten zamanından düzgün yönləndirilmişdi və bu uşaq Cambridge üzrə hazırlaşmışdı və mən artıq buna reading, listening deyəndə bilirdi ki, nədir? Və biz onlara daha qısa müddətdə əldə edə bilirik. Bizim insanlarımızın yanlışı odur ki, prosesə çox gec başlayırlar. 10-cu sinifdə və yaxud da 11-ci sinifdə tələsik tələbəni gətirib verirlər ki, buna nəticə yığdırın. Bu mümkünsüz bir şeydir. Mən hər dəfə müqayisə aparıram ki, biz 11 il Azərbaycanda oxuyuruq, Azərbaycan dili keçirik, riyaziyyat keçirik və biz 2 il dayanmadan 10-cu və 11-ci sinifə qəbul hazırlaşırıq və imtahana qəbul oluruq. Bəs IELTS, TOEFL da bir akademik imtahandır. Biz bunu aşağı sinifdən oxumasaq, bazamız olmasa, biz necə bunu 2 aya, 3 aya reallaşdıra bilərik? Bu sadəcə olaraq bir xurafatdır, mən düşünürəm. Və ona görə də mənim bizi izləyən valideynlərə məsləhətim odur ki, artıq 5-ci sinifdən siz bu prosesə başlamalısınız, ən geci. İndi 4-cü sinifə qədər zaten uşaqların adaptasiyasıdır, yükü çox olur. Amma 5-ci sinifdə artıq bu uşaq Cambridge istiqamətində başlamalıdır. 8-ci sinifə qədər siz o mərhələni bitirməlisiniz. Artıq 9-cu sinifdə siz general istiqamətində, bizim bildiyimiz pre-intermediate, intermediate-in daha böyük yəni kurs booklar var da, yəni onlara keçməlisiniz. Ümumiyyətlə, dünya təcrübəsində bizə çox böyük yanlışlar olur. Yanlış ondan ibarətdir ki, məsələn, tələbələrə aşağı yaşda olan tələbələrə bizim bildiyimiz bütün kursların istifadə etdiyi New English File'dır, Cat Engage'dir və s. bu proqrama. Amma inanın ki, bu yanlış metodikadır. Bu yanlışdır. Yəni bu uşaqlar, bu kitablar o yaş qrupu üçün planlanmayıb. Yəni şəxsən bizim öz mərkəzimizdə mən biləndə ki, hansısa müəllim o yaş qrupunu o kitabdan istifadə etməm, böyük bunu kritisiz edirəm. Yəni niyə tənqid edirəm? Niyə görə? Çünki bu kitablar daha yüksək yaş qrupu. Orada hər bir mövzudan danışıla bilər. Uşağa aid olmayan mövzulardan müzakirə oluna bilər. Çünki onlar daha 18+
düşünülmüş kitablardır. Və biz burada da bir səhv edirik. Uşaq 4-cü, 6-cı, 7-ci sinifdə gedir bu tipli kitablardan hazırlaşır. Amma bunların özünün bir öyrənmə materialları olmalıdır. Yəni biz bunları young learnerlar var. Yəni Cambridge bizdən çox bilmir ki. Yəni adamlar yəni öyrənmə prosesini bölüblər. English for young learners var, English for adults var, English for business var. Bunlar niyə formalaşır? Çünki biz bunu düzgün şəkildə öyrədirik. Və mən valideynlərə əsas məsləhətim odur ki, dili öyrənəndə, övladlarını yönləndirəndə bu prosesə çox belə deyək, fokus olsunlar. Mənim ümumiyyətlə məsləhətim 8-ci və 9-cu sinifdə artıq general bazasını, bu uşağın SAT-yə, IELTS-a gedən akademik reading ağırlıqları çox olmalıdır. Bu uşaq kinolara baxmalıdır, mahnılara qulaq asmalıdır, məqalələri oxumalıdır. Artıq 8 və 9-cu sinifdə bu uşağın bu tipli bacarıqları yüksək olmalıdır ki, biz artıq 10-cu və 11-ci sinifdə hədəflədiyimiz nəticəni əldə edək. Çünki biz native mühitdə yaşamırıq. Yəni bizim bu native mühiti biz özümüz yaratmalıyıq. Ümumiyyətlə kinolar məncə ən gözəl tooldur. Yəni ən gözəl alətdir dil öyrənmə prosesində. Ümumiyyətlə bir mədəniyyəti bu yaxınlarda bir görüşdə də bunu qeyd elədim. Yəni bu günlərim görürsünüz, yeni yetişən nəslimiz artıq ingilis dili öz məşhurluğunu və vacibliyini itirir. Bizim xəyalımız olan Amerika artıq bizim yeni yetişən xəyalların ölçəsi deyil, dream country deyil və hər kəs Koreya, Yaponiya və Çin istəyir. Və Şərq artıq demək olar ki, yeni yetişən nəslin dream countrysidir və çoxunu bu dəqiqədə hal-hazırda bilirsiniz, bu ilə bir boom yaşandı və hər kəs Çində təhsilə, Asiyada təhsilə maraq göstərir. Bəzən bunu düşünürlər ki, bizim Çinlə yalan əlaqələrimiz, amma mən düşünürəm ki, bu zaman-zamandır. Bu illərdir proses gedirdi və artıq bu nöqtəsini yaşadı. Çünki biz bu yeni yetişən nəsil Çin kinolarına baxırdı, Asiya kinolarına, Koreya serialları və bu necə oldu? Belə-belə bu uşaqlara artıq psixoloji olaraq beyninə yedirildi ki, Asiya indi uşaq bizim dönəmimiz fast foodlara əl çatmaz idi. Ancaq indi uşaqlar xarici ölkələrə, çünki mən hər ay demək uşaqlarla xarici ölkələrə səfərlər edirəm. Gedəndə hocam Koreyan restoran tapaq, Koreyan cuisine tapaq, nə bilim Koreyan BTS şopa gedək, nə bilim bu və artıq görürəm ki, necə Asiya mədəni bu nəyin hesabına olur? Kinoların hesabına. Və dil öyrənmək də kinolar ən yaxşı toollardan biridir. Yəni biz əgər native bir mühiti yarada bilmiriksə, biz sırf bunu kinolar vasitəsilə uşaqlara edə bilərik. Və eyni zamanda da düşünürəm ki, valideynlərin ən yaxşı seçimi əgər maddi imkan çərçivəsində uşaqları kamplara, beynəlxalq layihələrə, ingilis layihələrə kamplardan elə danışmaq istəyirəm. Sizdə kamplar var bilirəm, layihələr var. Bəli, bəli. Bunlar neçə müddət olur? Azərbaycanda da var, xaricdə də aparırsınız tələbələri. Hansı dövrə müraciət edə bilərlər? Buna bağlı sən biraz danışaq. Deməli, yay kamplarımız 12 yaş üzəri keçir. Bu günlərim yenə də bir fikir ayrılığı var və kamplarla bağlı valideynlərə yanlış bir məlumat ötürülür və buradan bu mövzuda da bəli, valideynlər yanlış yönləndirilir. Bəzən valideynlərə vədlər verirlər ki, bəs sən Londonda yay kampına getməklə sənin uşağına böyük bir educational background alırsan və s. Əziz valideynlər, London yay kampı sadəcə olaraq sizin övladınızın bir social activity-dir. Bunun uşağınıza müsbət tərəfi sonsuzdur. Çünki bu artıq sizin övladınıza ilk bir ingiliscə bir sözlə pooldur. Yəni bir swimming pooldur, üzgüçülük belə bir hovuzdur və siz onu bu hovuza atırsınız ki, sən görə 2 həftə məndən uzaqda universitet kampusunda qala biləcəksənmi? O rutini follow edəcəksən yoxsa yox? Bir social activity üçün çox önəmlidir və sizin övladınız ilk dəfə sizdən ayrı olaraq universitet kampusunda yaşayır və tələbəliyin xaricdə tələbə olmağın ilk təcrübəsini yaşayır. Həm də daha eyni zamanda da xaricilərlə eyni mühiti paylaşır və native speakerlardan dərslər alır bu 2 həftə ərzində. Bu 2 həftə sizin uşağınızın ingiliscəsi dramatik dərəcədə qalxacaq? Yox, təbii ki. Amma ən azından bu dünya görüşü artacaq ən azından, təcrübəsi artacaq, bəli. Ən əsası odur ki, siz övladınıza düzgün insanla yönlənirsiniz. Zaten o prosesdə biz onlara aşılayırıq ki, xarici təhsil budur, sən ailəndən ayrı qalacaqsan, ailəndən uzaq qalmaq var, özünün öz məsuliyyəti var. Çünki o 2 həftədə onlar özləri dururlar, paltarlarını dəyişmək, yumaq, yemək, yerini yığışdırmaq. Bunlar özü də bir məsuliyyətdir. Yəni bizim məsuliyyətlərimizdir ki, biz bunu etməliyik. Və bunu bu prosesi də, yəni o 2 həftəlik dövrəmdə və biz sabah universitetə müraciət edəndə
biz social activity olaraq bu uşaqlara biz motivation yazır, recommendation yazır, ya da social bir aktivite olaraq qeyd edə bilirik ki, məsələn bu uşaq bu təcrübəni yaşayıb və o cəhətdən qazanır. Amma təbii ki, bir də var, bunlar yay kamplarıdır. Və bu beynəlxalq dərəcə deyil. Keçən il biz bir valideynlə anlaşdıq. Ən sonunda valideyn deyir ki, siz düzgün məlumat vermirsiniz. Mənim dostumun uşağı getdi və bu yay kampında da birbaşa universitet qəbulu aldı. Dedim xanım, o vədi kimsə deyibsə mən deyə bilmirəm, amma bütün universitetlərin bir qəbul prosesi var. Biz bilirik ki, IELTS, SAT, TOEFL, IB və bir neçə beynəlxalq imtahanlar var. Yəni bu imtahanlar A-level və s. bununla universitetlər qəbul alır. Və bir də sizin övladınız məsələn ixtisas based, bəli, summer kamplar var, amma onların ödənişi, şərtləri daha başqadır. Bizim Cambridge-də də, Oxford-da da uşaqlarımız gedir və öz ixtisas tibb sahəsi üzrə, hüquq üzrə, yəni IT üzrə və s. Biz bunları Imperial College-da bir çox, yəni İngiltərənin, Amerikanın top universitetlərində biz bunları yay məktəblərinə göndərir və o yay məktəbləri də kimi gəldi götürmür. Onların da bir bəlli requirementları olur. Bəli, o yay məktəbi sizin övladınızın universitet girilmə prosesində bir üstünlük sağlaya bilər. Amma London yay kampı, nə bilim Barcelona yay kampı, hər hansı bir yay kampı bir social activity-dir. Sizin övladınızın ən gözəl experience-dir, təcrübədir. Uşaq bu mühitdən uzaqlaşır, ingilis dilini bir native bir mühitdə və xaricilərlə olan bir mühiti paylaşır. Biz onda test edirsiniz ki, psixoloji olaraq sizin övladınız bu mühitdən çıxıb başqa bir mühitdə özünü necə apara bilər, necə adaptasiya ola bilər, necə öz anlama qabiliyyətini, ingilislər buna deyir comprehension və corporation, yəni necə insanların ünsiyyət qurulacaq, necə onları anlayacaq, bunu test etmə imkanı yaradır. Yəni yay kamplarının uşaqlara verdiyi üstünlük budur. Mən nəsəsə düzgün istiqamətləndirilmiş kamplar çox önəmlidir. Və biz yay kampı konseptində bunu edirik və mən də düşünürəm ki, dil öyrənmə prosesində təkan verici mərhələlərdən də biri budur və eyni zamanda bu bir tələbənin özünün qərar vermə mərhələsidir. Mən bunu çox yay kamplarından tələbələrimdə görmüşəm ki, onlar qərar veriblər ki, mən xaricdə oxuya bilərəm, yoxsa yox. Mən o potensiala malikəmmi? Ailəmdən, çünki biz valideyn olaraq kütlə olaraq qoruyucu bir valideynlərik və daima övladlarımızı öz ovucumuzun içərisində saxlamışıq və bəzən bizim Azərbaycanlı övladlarımıza o mühitdən çıxıb başqa bir mühitə düşmək çətin olur. Bu bizdə çox geniş deyil. Amerikada hər 7-ci sinifdən, 6-cı sinifdən etibarən uşaqlar ailələrindən ayrı düşür, müəyyən kamplarda qalırlar. Amma bu bizdə hələ ki mümkün deyil. Və buna görə də yay kampları bu cəhətdən ən düzgün seçimdir. Əlbəttə ki, kamplar çox yaxşıdır, təcrübə baxımından, yeni dostluqlar baxımından, səriştə baxımından da. Amma siz demişkən düzgün mütəxəssislərlə, düzgün akademiyalarla, skullarla, məktəblərlə çalışmaq lazımdır. Dəyərli dinləyicilər, Şehin Akademiyanın əlaqə nömrəsini istəyirlər bizdən 050 497 04 33 nömrəsində əlaqə saxlaya bilərsiniz. Biz isə reklamlara ayrılacağıq. Və magistratura ilə də bağlı suallar var ki, mən oxumaq istəyirəm, ingilis dilində zəif nəticələr göstərirəm. Bu yöndə köməkli edə bilərsiniz. Xaricdə təhsilə bağlı suallar verin, xahiş edirəm. Nə qədər bal olmalıdır? Mən istəyirəm Londonda təhsil alım, arzular çoxdur. Polşa yazan var, Vietnamda yazan var. Bir çox ölkələrin adlarını qeyd edən bizim dinləyicilərimiz var. Amma bu işin peşəkarı var da. Jalə xanım bütün sualları cavablayacaq. Ən belə doğru məsləhətlər isə deyəcək dəyərli dinləyicilərimiz. Amma indi biz reklamlara ayrılmalıyıq. Reklamlardan sonra isə yenidən sizinlə bərabər olacaq dəyərli dinləyicilərimiz. Bu arada da Respublikamızın xalq artisti Aygün xanım Kazımovanın yeni Oxudum mahnısını eşidəcəksiniz dəyərli dinləyicilərimiz. Xəzər Radiosunda reklam vaxtı. Neft-qaz sahəsində çalışırsınız? Bankov Bakudan sizə özəl komissiyasız kredit var. İndi neft-qaz sahəsində çalışanlar 50.000 manatadək nağd pul kreditini Bankov Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bankov Baku. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir.
Çindən avtomobil gətirmək heç bu qədər asan olmamışdı. Kain Cars'la siz xəyalınızdakı avtomobilə ən sərfəli qiymətlərlə sahib ola bilərsiniz. Şirkətimiz sifarişləri tam rəsmi müqavilə ilə həyata keçirir. Ekspres çatdırılmamızla zamana qənaət edirsiniz. Söz verdiyimiz vaxtda avtomobil sizə təhvil verilir. Həmçinin Çindən Azərbaycana avtomobil daşıma xidmətimizdən faydalana bilərsiniz. Telefon 050 881 66 77 050 559 36 38. Instagram Kain Cars Az. Premium Residence Sibriz layihəsində bağçalı və teraslı mənzillər, 3 hektar qapalı həyətyanı sahə, 2 hovuz sahəsi, bir sözlə prestiji həyatınız və rahatlığınız üçün inşa edirik. Ulduz 1122 premiumresidence.az. Embavudda fürsətli günlər başladı. Mebellərə 30%-dək endirim var. Elə indi ən yaxın Embavud mağazasına yaxınlaşaraq və ya embavud.az saytına keçid edərək onlayn sifariş edin. Ətraflı 126 çağrı mərkəzi. Embavud, evdə daha gözəldir. Raffle Group'un Sibrizdə inşa etdiyi dünyaca məşhur olan Swiss Oteldə əla investisiya fürsəti. Özəl hovuz, şəxsi çimərlik, spa və restoranlar, 20% ilkin ödəniş, 36 aylıq daxili kreditlə oteldəki mənzilləri əldə etməyə tələsin. Telefon 050 270 49 19. Modern memarlıq üslubunda inşa edilən Premium Residence Sibriz layihəsində yenilik. İlkin ödəniş edərək aylıq ödənişlərinizi öz istəyinizə uyğun sərbəst qrafiklə təyin edin. Ulduz 1122 premiumresidence.az. Xəzər Radiosunda reklam vaxtı. tanış ola. Gel her şeyi yeniden başlayalım. Ne ben seni tanıyım ne sen beni. Baby gözlerin, gel yeniden tanış ola. Gel her şeyi yeniden başlayalım. Ne ben seni tanıyım ne sen beni. Baby gözlerin.
Dəyərli dinləyicilər, biz yenidən davam edirik. Çox maraqlı bir mövzularımız var. Artıq düşünürəm ki, ssenari üzəri gedirik. İstədiklərimizi dedik dinləyicilərimizə, maarifləndirik bu yönündəki daha diqqətli olsunlar və istəyirəm ki, bu 3-cü hissəni biz sırf xaricdə təhsilə ayıraq. Artıq danışdıq. Bizim bilmədiyimiz məqamlar var idi. Maşallah bir sual verdim, 6 dəqiqə cavab verdiniz, hesapladım. Amma 6 dəqiqədə də 6 fərqli bir mövzu ilə çıxış etdiniz. Və dəyərli dinləyicilərimiz əlaqə nömrələrini istəyirlər Jalə xanımın, Şeyin Akademiyanın 050 497 04 33 nömrəsinə əlaqə saxlaya bilərsiniz. İmtahanlara bağlı mən təbii ki sual verəcəm. Bir dinləyicimizin sualı var idi. O sualı səsləndirim. Magistratura oxumaq istəyirəm Azərbaycanda. Bilirsiniz ki, hal-hazırda ingilis dili üzrə imtahanlar çətinləşib. Bir ilə mən istədiyim nəticəni əldə edə bilərəmmi? Azərbaycan üzrə bəli mümkündür. Ya ümumiyyətlə xaricdə də mümkündür. Xaricdə təhsil üzrə də bu mümkündür. Hal-hazırda biraz imtahanlar Azərbaycan üzrə əvvəlki illərə nisbətən biraz daha da çətinləşdirib. Düzdür, biz bu sahədə ekstra tələbələr götürürük, amma bizim əsas fokusumuz xaricdə təhsil, xaricdə magistratura təhsilidir. Amma Azərbaycanda da yəni magistratura və doktorantura hazırlıqlarını həyata keçiririk və düşünmürəm ki, çətin bir prosesdir. Qrammatika daha çox düşür bildiyimə görə. Qrammatika ağırlıqlıdır, amma artıq son zamanlar speaking, reading və listening bacarıqları da əlavə olundu. Önəmlidir. Mən düşünürəm ki, çox vacibdir. Çünki əgər bir dil bilirsinizsə, bu 4 bacarığın 4-ü də sizdə olmalıdır ki, siz yaxşı nəticə göstərə biləsiniz. Dinləyicilərimizdən ümumi olaraq mən deyim ki, yazıblar ki, xarici təhsil almaq üçün hansı proqramlar var? Biz öncədən demişdik, amma daha uğurlusu, uyğunu, ən asanı hansıdır? Bizim dəyərli Jalə xanım hansı məsləhət görür? Buyurun. Ümumiyyətlə, biz bakalavr təhsili hədəfləyiriksə, ən çox bu dəqiqə trend olan SAT imtahanıdır və SAT imtahanı daha çox yəni Amerika, Türkiyə və bir çox Avropa ölkələrini hədəfləyən gənclər üçündür. Siz İngiltərəni bakalavr təhsili hədəfləyirsinizsə, İngiltərə yalnız IELTS qəbul edir, amma İngiltərənin bir fərqi var ki, əgər təbii ki, bu A-level və ingilis dili IB məktəbləri məzunlarından söhbət getmir. Bir il foundation mütləq şəkildə oxumalısınız. Yəni 12 illik təhsili bitirməyənlərdən söhbət gedir. Sizin 8 IELTS-ınız da olsa, loru dildə desək, 9 da olsa, siz bir il mütləq şəkildə foundation oxuyub, daha sonra isə 3 illik bakalavr təhsilinə başlaya bilirsiniz. Amma digər Avropa ölkələrində daha çox Türkiyədə, Türkiyə artıq əksər dövlət universitetləri YÖS sahəsi üzrə ixtisaslaşır. Biz mərkəz olaraq YÖS tədris etmirik. Amma onun ingilis dili bölməsini... Bizim işimiz sırf olaraq xaricdə təhsil almaq arzusunda olan gənclərə dəstək olmaqdır. Və biz onların yalnız YÖS ilə hazırlaşanların TOEFL bölümünü üstləyirik. Və buradan da bizi izləyənlərə bir şad xəbər deyim ki, TOEFL həmişə herkesin ən çox qorxduğu və çəkindiyi imtahan akademik deyirlər, dildən daha çox. Bəli, illərdir hər kəs deyir ki, TOEFL çox çətin imtahandır və hamı bu imtahandan qaçırdı. Yəqin ki, burada da başqa bir maraqlar da varmış TOEFL-un. Çünki artıq görür ki, TOEFL öz məşhurluğunu pikdə saxlaya bilmir və TOEFL tamamilə sıfırlandı və yanvar ayının 21-dən etibarən artıq TOEFL yeni bir formata keçdi və bu format yeni format odur ki, artıq bizim imtahan müddətimiz azaldıldı və imtahanın formatı tamamilə dəyişdi. Duolingo və IELTS imtahanının miksi oldu. Və suallar daha asad, daha rahat, daha anlaşılan və nəticədə daha yüksəkdir. TOEFL-lə hazırlaşaq biz. Bəli, və ən əsas da nəticə əvvəllər 6 günə çıxırsa, 78 saat ərzində sizin nəticəniz elan olunacaq və əvvəllər 120 bal şkala üzərindən isə indi artıq biz maksimum 6 bal üzərindən şkala üzrə ballandırılacaq və mən düşünürəm ki, artıq TOEFL demək olar ki, bir çox insanın seçimi olacaq. Amma təbii ki, IELTS həmişə aktuallığını saxlayır. Çünki IELTS bizim cəmiyyətimiz, bizim insanımız IELTS-a da yatqındır. IELTS imtahanı həmişə kimi öz temposundadır. Bəzən düzdür, sosial mediada reklamlar gəlir, bəzən bəzi IELTS sahəsində olan blogerlər özləri bir kaos yaradıb ki, IELTS imtahanı çətinləşir, bilmirəm, amma bu elə deyil, elə ciddi bir çətinlik yoxdur. İmtahan formatı olaraq qalır. Təbii ki, rəqabətlə qədər artırsa, sualların da ağırlıq səviyyəsi bir o qədər qalxır. Bir də Duolingo imtahanı var. Duolingo daha çox Kanada, dünyanın bir çox universitetləri qəbul edir, amma təbii ki, Duolingo limitli bir imtahandır. Hər universitet qəbul etmir, amma dünyanın bir mənalı olaraq qəbul etdiyi beynəlxalq
imtahan IELTS və TOEFL imtahanıdır. Bakalavrsunsa SAT imtahanıdır və biz də mərkəz olaraq bunların hamısını hazırlıq keçirik. Vaxtımıza çox az qaldı. Lakonik şəkildə cavablaya zəhmət olmasa. Essay yazmaqla bağlı məsləhətlərini verər yazıb dinləyicimiz 42-37 nömrəli dinləyicimiz. Hansı məsləhətləri verir? Son zamanlar proqramlarda essaydə var, həm bizdə, həm xarici təsirdə. Essaynin yazma strukturunu mütləq şəkildə düzgün bilməlidirlər. Hər bir essaynin Çox üzr istəyirəm. Sosial şəbəkələrdə paylaşırlar ki, tez-tez ki, xüsusilə yazarkən 3 cümlə var ki, əsas mənə hal-hazır olaraq səsləndirilən vaxtımız azdır. Bu cümləni mütləq yaz, sizə mütləq şəkildə bal verəcək. Doğrudurmu bu fikir? O klişedir. Mən o tərəf yanaşmanı sevmirəm. Əsas o strukturu öyrətmək lazımdır və düzgün sualı necə biz buna rephrase deyirik, etməyi öyrətmək lazımdır və bəzi sualın ardıcıllığını və məntiqini öyrətsəniz. Burada əsas, yəni mən bunu efirdən deyə bilmərəm təbii ki, çünki bizim zamanımız mən bunu izahlı şəkildə göstərməsəm çətin olar, amma ən əsası ki, essay yazmanın ən əsas yolu siz strukturu düzgün öyrənməlisiniz və müəyyən bir mövzularda araşdırmalar etməlisiniz. Bu günlərim AI da sağ olsun ki, yetəri qədər bizə dəstək olur bu prosesdə ki, sizlər daha uyğun şəkildə araşdıra biləsiniz. Amma düzgün struktur şərtdir. 27-92 nömrəli dinləyicimiz yazıb ki, Güneyli xanım, salam, hər vaxtınız xeyir olsun. Anar bəy, Jalə xanımı salamlayırıq, biz də sizi salamlayırıq. Ən böyük arzum xaricdə təhsil almaqdır. İtaliyada, Romada universitet fərqi yoxdur. Amma mən imtahandan çox qorxuram. Yazım əladır, dinləməm ortadır, amma oxumam çox bərbadır. Tələffüzlər düzgün etmirəm. Bu arzumu mən reallaşdıra bilərəmmi? Jalə xanım mənə dəstək ola bilərmi? Və neçə müddətə bu istədiyim arzunu reallaşdıra bilərəm? Biz onu diaqnostik test etmədən deyə bilmərik. Genəldə biz ümumi olaraq, məsələn, ən sıfırdan gələn tələbəni 6 ayada minimum nəticə, mən demirəm 8 yığmışıq, 6-5 də o. Bu da bu tələbənin çalışqanlığına bağlı bir şeydir. Mən hər dəfə deyirəm ki, bu prosesdə nəticə hər iki tərəfin qarşılıqlı çalışması nəticəsində olur. Amma sizin readinginiz zəifdir, demək ki, sizə reading strategiyası öyrətmək lazımdır. Reading sırf oxuyumdur. Bizim Azərbaycanda ən çox tələbələr etdiyi səhv mətni başdan ayağa oxuyub tərcümə edirlər. Necə etmək lazımdır bəs? Oxuyub tərcümə yanaşması düzgün deyil. Readingin özünün skimming, scanning strategiyaları var. Başa düşməsə tərcümə etməsin? Yox, xeyr. Bu xarici dil, ingilis dilli bir mətnin məntiqini başa düşmək lazımdır. Onun bizə və bunun üçün sizin söz bazanızda olmalıdır. Və ən əsasdakı readingdə bir müəyyən strategiyalar var. Biz orada açar sözü tapmalıyıq. Burada yenə dedim, bəlkə qeyd edim, skimming və scanning strategiyaları var ki, o strategiya üzərində getməliyik ki, müəyyən bir gündəlik sözünüzə hədəf qoymalısınız. Məsələn, mən özüm tələbələrimi öyrədəndə bir müddət yalnız true, false, not givenları, o növ belə deyək, IELTS-da reading növü var və bunu siz section onlara hədəf qoyub praktis etdikdə nəticə əldə edirik. IELTS listingdə eyni anda həm dinləyib, həm də yazmaq çətindir. Bunun üçün taktika varmı xüsusi olaraq? Kursun adını deməyəcəm, qeyd ediblər. 3 ay getdim, heç bir xeyri olmadı. Bunu çox tez-tez eşidirəm. Çünki ümumiyyətlə listeningi düzgün, mən öz yanaşmamda belə edirəm, buradan izləyicilərimizə deyirəm. Listeningi ümumiyyətlə hər gün 40 dənə sual işləmək progress deyil. Bilirsiniz ki, listening 4 sectiondan ibarətdir və hər bir section spesifikdir. Mən hər dəfə tələbələrimə IELTS-a hazırlaşdıran bilirlər, 130 spesifik kitab var, Listening Ultimate kitabı. O kitab çox yaxşı resursdur və bu dəqiqədə yetəri qədər də IELTS online test, bir çox saytlar var ki, onlardan yararlana bilərsiniz. Listeninglər section işləyir. Məsələn, bir müddət yalnız mən tələbələrə target qoyuram, hədəf qoyuram ki, bir müddət yalnız birinci və ikinci section işləyirsiniz. 20 sualdan 19 dənə düzü garantiləyin. Bu demək ki, artıq siz 5 balı garantiləmişsiniz. Daha sonra isə 30-dan 40-a qədər praktis edin və siz bilin ki, 30-dan 40-da da sizin ən azı 10 dənə sualı düz yazacaqsınız. Bu demək ki, 29 və 30 dənə sualı siz garantiləyirsiniz. Şərəxan, biz yekunlaşdırmalıyıq artıq sona yaxındır. Sizin bugün mənə motivasiya verirsiniz. Olar ki, mən xarici təhsil almaq istəmirəm, amma müəyyən bir yay aylarında mən sizin şəxsən sizdən dərs almaq istəyirəm, ingiliscə öyrənmək üçün sıfırdan başlayaq. B1-ə qədər gəlir. Mümkündür bu. Çox sağ olun, təşəkkür edirəm. 050 497 04 33 nömrəsidir. Şeyin Akademiyanın əlaqə nömrəsi xaricdəki
təhsillə bağlı arzularınız varsa mütləq şəkildə bu kursa müraciət edin. Arzularınız reallaşacaq. Və qısa olaraq baş sponsorumuz Kainkarsla bağlı məlumat verim dəyərli dinləyicilərimiz. Çindən maşın gətirmək istəyirsə seçiminiz Kainkars olsun. 050 559 36 38 nömrəsini əlaqə saxlaya bilərsiniz. Babək prospekti Hyundai Otoplaza olsa ünvanımızı dərin təşəkkürümüzü bildirir dəyərli Jailə xanıma. Çox istedadlıdır. Bu çətin yolda sizə uğurlar arzu edirik Jailə xanım və əlaqə nömrəni bir daha da səsləndirir 050 497 04 33. Övladınız xaricdə təhsil almaq istəyirsə, güvənli bir akademiya axtarışındasınızsa, Şeyin Akademiya sizin seçiminiz olsun. Təşəkkür edirik, var olasınız. Sabah yenidən eşidilmək ümidi ilə.